Süni intellektlə bağlı Azərbaycan qanunvericiliyi təkmilləşdiriləcək, hüquqi baza yaradılacaq. Növbəti illərdə həm dövlət, həm özəl sektorda süni intellektin tətbiqi ilə xidmətlərin rəqəmsallaşmış formada göstərilməsi təcrübəsindən geniş istifadə ediləcək. Bundan başqa, süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının təsdiqi də nəzərdə tutulub. Həmçinin fərdi istifadəçilər də öz axtardıqları məlumatları çox rahat, çox sürətli şəkildə və çox detallı şəkildə ala bilirlər. Bunun axtarış motorlarından üstün tərəfi odur ki, axtarış motoruna siz hər hansı bir axtarış verəndə sizə lazım olmayan informasiyaları belə göstərirlər, verirlər. Məsələn, bank axtarırsınızsa, sizə bankla bağlı hər hansı bir xəbərləri və s. çıxardırlar, amma süni intellekt sizə birbaşa sizə lazım olan məlumatları verir. Ekspertlərin sözlərinə görə hazırda süni intellektə mərhələli keçid davam edir. Yaxın illərdə bəzi qurumların ənənəvi xidmətləri də rəqəmsallaşdırılacaq. Sənədlərin emalıdır. Artıq burada müəyyən mənada insanların və ya digər xidmət sektoru, marketinq sektorudur. Burada chatbot var, müəyyən bir deyək ki, operativlik tərəfindən süni intellektin dəstəyi çox danılmazdır. Həmçinin marketinq tərəfi də insan resurslarının idarə olunması tərəfində də müəyyən bir tədbiqlər vardır ki, onlar mütəxəssislərin işlərini nisbətən asanlaşdırırlar. Həmçinin istehsalat sahəsinə nəzər yetirsək, orada da artıq süni intellekt istehsalatın inkişafına da dəstək olurdur. Ənənəvi və fiziki xidmətlərin rəqəmsallaşdırılması vətəndaşların rahatlığına hesablanıb. Bu proses məsafədən növbəsiz operativ xidmətin göstərilməsini təmin edəcək. Nilüfər Səlim, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.